Yenə dünəndən paylaşırsınız ki, bəs Qarabağda başqa bir evi su basıb. Aman Allah, bu necə mümkün ola bilər? Necə ola bilər ki, Qarabağda hökumətin tikdirdiyi, dövlətin tikdirdiyi bir evi su basa bilər? Necə ola bilər ki, dövlətin tikdirdiyi evin qapı pəncərəsi xarab ola bilər? Sanki bütün evlər hamısı tilsimli olmalıdır. Dövlət tikib təhvil veribsə, hamısı sehirli olmalıdır. Heç birinin qapı pəncərəsi xarab ola bilməz, heç bir evi su basa bilməz. Əzizlər, güya özünüzün tikdirdiyiniz evin qapısı pəncərəsi heç xarab olmur. Heç sizin evinizi heç vaxt su basmayıb. Olur da hadisədir. Və yazırsınız ki, bu da hökumətin, bu da dövlətin tikdirdiyi ev necə keyfiyyətsizdir ki, evi su basıb. Bugün rəsmi bir açıqlama gəlir və bəlli olur ki, sən demə o su basmanın evin keyfiyyəti ilə heç bir əlaqəsi yox imiş. Üstəki qonşu su axıdıb. Vəssalam.